Herkese salam dostlar. Bugün sizlərlə birlikdə riyaziyyat fənnindən 6-cı sinif səhifə 23-ə keçəcəyik. Videoya keçməmişdən əvvəl video like edib abunə olmayı unutmayın. İndi isə bizim yuxarıda qaralamamız var. 14-cü tapşırığı oxuyaq. Kəsirləri ortaq məxrəcə gətirin və müqayisə edin. Ən birinci biz götürüb misalı köçürdürük. 72'de 11, 2'de 11, 36'da 5. İndi isə götürüb 36'nı 2'ye vuranda ortak məxrəci gətiririk. 72 olduğu kimi qalır. Xəttim biraz pisdir, çünki mən əllə yazıram, yəni qələm ilə yazmıram. Onun için biraz pis olabilir. Üzürlü sayın uşaqlar səhv oldu. Burada 72'de 10 yazmalıydıq. Üzürlü sayın. Aha, indi isə pozduq. Təzədən yazırıq. Xətt qarışmaz. 72'de uşaqlar burada 36'nı 2'ye vuranda 6,12 2 yazırıq. 1 yadda 2 3 6 7. Yəni 72 alınır. 2'ni də 5'e vururuq, surətə də vururuq, məxrəcə də vururuq. 10 eləyir. 72'de 11 isə olduğu kimi qalır. Biz indi isə məxrəcləri eyniləşdirdik. Surətə baxırıq. Surətdə hansı böyükdürsə, o da böyük olur. Hansı böyükdür? Əlbəttə ki, 72'de 11 böyükdür. Onun üçün də belə olur. Yazımız. İndi isə yazımızı pozuruq. Yazımızı pozduq. İndi isə biz B variantına keçirik. B variantında isə yenə misalı köçürdürük. 75'də 13 və 25'də 5. İndi isə biz götürürük 25'də 5, 75'də 13'ü olduğu kimi saxlayırıq. 75'də 13 olduğu kimi qalır. Yəni burada elə bil ki, hər misalda 71-ci rəqəm olduğu kimi qalmır. Yəni kəsir olduğu kimi qalmır. Sadəcə olaraq bunlarda elədir də. O biri misalları keçəndə sizə göstərərəm. Yəni burada hələ ki çoxlu misalımız var. 25'də 5 isə vururuq 3'ə. 25'i 3'e vuranda edir 75. 5'i 3'e vuranda da eləyir 15. İndi isə müqayisə edilir. Burada isə 75'də 15 daha böyükdür. Burada məxrəclər eyni olduğu üçün məxrəclərə baxmırıq. Surətə baxırıq. 13 və 15. 15 13'dən böyük olduğu üçün burada cavab 75'də 15 olur. İndi isə buranı təmizləyirik. C variantı. C'də isə uşaqlar üzrlü sayın mənim çoxlu yerim olmadığı üçün silib pozuram. Yenə də misalı köçürürük. 80'də 3 və 160'da 7 və 160'da 7. Burada yani A ile B'deki kimi değil. Burada ise 160'da 7 olduğu kimi qalır. 160'da 7 olduğu kimi qalır. Yani. Amma 80'də 3 çevrilir. Yəni məxrəc və sürət dəyişir. Yəni çünki burada eyniləşdiririk. 80'e vururuq 2'ye. 2'ye vururuq. Eləyir 160. 3'ü də vururuq 2'ye eləyir 6. Burada
eyniləşdirdik məxrəc. 160-da 6, 160-da 7. Burada məxrəclər eyni olduğu üçün onlar olduğu kimi gəlir. Yəni ona baxmır. Sürətə baxırıq. 6 ilə 7. 7 6-dan böyük olduğu üçün cavab 160-da 7 olur. Pozuruq. İndi isə keçirik D variantı. Burada da misalı köçürdürük. 90-da 17 və 30-da 11. Burada da 90-da 17 olduğu kimi qalır. Burada 30-da 11-i də vururuq 3-ə. Gördüyünüz kimi mən də burada 30-da 11-i mötərizədə, yəni yuxarıda 3 yazdım. Yəni 3-ə vururuq. O deməkdir. 30-u vuranda 3-ə, siz də o birlərində yazarsınız. 30-u vuranda 3-ə eləyir 90. Gördüyünüz kimi o bir kəsirdə də məxrəc 90-dır. Yəni burada da məxrəc 90-dır. Burada da 90 etdik məxrəc. Sürəti vururuq. Sürəti 3-ə vuranda eləyir 33. Burada 30-da 90-da 33 böyükdür. Çünki burada məxrəclərə baxmadıq. Yəni məxrəcləri qoyduq bir qırağa. Məxrəclərə baxmadıq, sürətə baxdıq 33 17. 33 17-dən böyük olduğu üçün 33 seçdik. Pozuruq. İndi isə yazırıq E var. E'də isə 12-də 5-i, yəni burada misal keçirir. 12-də 5 və 7-də 3. Aha. İndi isə biz davam edirik. Burada isə burada hər iki məxrəci də, yəni ki, uşaqlar məxrəc deyəndə burada məxrəc aşağıdakına deyilir. Burada məxrəc budur, yəni aşağıdakıdır məxrəc. Bunlar məxrəc sayılır. Bu kvadrata aldıqlarım isə sürət sayılır. Bunlar sürətlidir. Bunlar isə sürətdir. İndi isə burada götürürəm mən. Nüsxə çəkməyəm. İndi isə burada dediyim kimi dairəyə aldıqlarım məxrəc, kvadrat aldıqlarım isə sürətdir. İndi isə burada yazıram. 12-də burada elə bil 12 ilə 7 deyilmi? Burada 12'ye vururam 7'ni. 12'ye vururam. 2 vur 7 14. Bir yadda 84 alır. Məxrəcimiz 84'dür. Bunun da məxrəcini 84 etməli. Bunun üçün mən götürürəm. Bunu da vururam. Bunu da mən vuraram 6'ya. 6 vurup yok 6'ya vurmanın üzürlü sayın 7'ye vurur. 7'ye vuranda 7 vur 2 14 4 yazırıq. 1 yadda 7 vur 1 7 yadda 84. Burada 7'ni 5'e vuraram mən, yəni sürəti. Sürəti vuraram 5'e, yəni burada 7 yazmışdım. 7'ni vuraram 5'e 35. Burada 12'ni de vuraram 3'e. Burada məxrəci vuranda 12 yazmışdıq. Sürəti de vuranda 3'e 12'ye vurmalıyam. Burada 3 vuranda 2 6, 3 vur 1 de 3. Biraz sərgəsi oldu. İndi isə burada 84 idi. Hər iki məxrəcdə 84'dür gördüyünüz gibi.
Sürəti 36 və 35-dir. 36 35-dən böyük olduğu üçün bir vahid 36-nı böyük götürür. Silirik. Yazırıq. F-ni yazırıq. F-də isə 4-də 3 və 9-da 5 və 9-da 5. Burada da götürürəm. Burada da məxrəcləri eyniləşdirirəm. İndi isə götürürəm burada uşaqlar. Burada isə mən 4-ü də 9-a vuraram. 9-u da 4-ü vuraram. Çünki 4-ü 9-u vuranda, da gördüyünüz kimi, 4-ü 9-a vuranda eləyir 36. 9-unu da 4-ə vuranda fərq eləmir. 36 eləyir. Biz demişdik ki, axı məxrəclər eyni olmalıdır. Ona görə də mən belə yazdım. Hər ikisi də olmalıdır eyni. İndi isə mən götürürəm. Kitabı yazdım. İndi isə mən götürürəm. Burada sürəti də yazırım. Burada məxrəci 9-a vurduğumuz üçün sürəti də 9-a vururuq. 3 vur 9, 27. İndi isə burada da məxrəci 4-ə vurduğumuz üçün 36 alındı. 4-ə vuranda. Ona görə də sürəti də 4-ə vururam. 4 vur 5, 20. Burada 27 20-dən böyük olduğu üçün belə götürürəm. Silirik. İndi isə mən burada G-ni yazıram. G-də isə 13-də 5. Müsəlgəsi yazdım. G-də 13'də 5 və 11'də 4. 11'də 4. Aha. İndi isə mən isə burada məxrəcləri eyniləşdirirəm. Burada məxrəcləri isə eyniləşdirəndə götürürük 13 vuraram 11'ə. 11 yazdıq. 11'ə səhv oldu. Hə. 13'ü vuraram 11'ə. Yəni 13'də 15 kəsini vuraram 11'ə. 11'də 4 kəsini isə vuraram 13'ə. Burada götürərəm mən 13'ü vuranda 11'ə. Burada hesablayaq. 13 vurulsun 11. 13 üstə gəlsin. 13 üstə gəlsin. 13 3 4 1. Elədi 143. Burada 143 yazır. Biraz vaxt aparır silmək. Aha, silindi. İndi isə 11'i vuraram 5'ə. Eləyir 55. Aha. İndi isə burada 13 11'i vuranda 143 alınmışdı. 13'de vuraram 4'ə. 4 vur 3 12 yazırıq. 1 yadda. 4 vur 4 5. Eləyir 52. Burada məxrəclər eynidir deyə biz məxrəcə baxmırıq. Məxrəcə baxmırıq. Yəni burada siz dəftərinizə xətt çəkməyin, sadəcə sizin diqqətiniz yayılmasın deyə mən burada xətt çəkirəm. Yəni 143-ə baxmırıq, yəni məxrəcə baxırıq da.
məxrəc olduğu kimi qalır. Burada 55 ilə 52-yə baxırıq. Yəni sürətə burada bu yəni yuxarıdakı sürətdir. Sürət. Bu aşağıdakı isə məxrəc adlanır. Burada biraz pis yazdım. Burada 55 52 55 52-dən böyük olduğu üçün də belə olur. Silək. İndi isə burada H-ni yazırıq. H-də nədir? 7-də 2 və 10-da 3. 7-də 2, 10-da 3. Burada 7-ni vuraram 10-a. 10-u vuraram 7-yə. Yəni məxrəc elinir. Götürərəm burada 2-ni vuranda ona 20. 7-ni vuranda ona 70 gəlir. Götürərəm, sonra isə 7-ni vuraram 3-ə 21. 7-ni vuraram ona 70. Burada 21 20-dən böyük olduğu üçün bu tərəf, yəni bu kəsir böyük olur. Burada isə 20-dir. 20 yazmışam. Ona görə də bu tərəf isə kiçik olur. Bu tərəf kiçik. Bu tərəf isə böyük olduğu üçün burada belə işarə. Yəni krokodil ağzını böyüyə açır. Buna mən krokodil deyirəm. İndi isə keçirik çalışma 11-ə. Sildik yazıq. Çalışma 15-ə. Çalışma 15-də isə şərti oxuyuruq. Əməlləri yerinə yetirin. Burada birinci A-nı yazırıq. A variantı. A variantında 12-də 11. Üzürlü sayın uşaqlar, səhv yazdım. Burada 12'de 11 bu artık hesablamadır. Yani əməl. Burada əməlləri yerinə yetirməliyik. Dostlar 12'de 11 üstü gəlsin. 13'de 1. 2 yazdım. Özür sayın. Hmm. 12'de 1 üstte gelsin, 13'de 1 üstte 1. Aha. Sen sonda biraz indi isə burada götürərəm. Belə dərik uşaqlar. Burada mən götürərəm. 12'de 1'i vuraram 3'ə. 13'de 1 isə vuraram 2'yə. 2'yə, 3'ə. İndi isə bunu aşağıdan beraber qoyuruq. Yazıq. Burada balaca yer olduğu üçün aşağıda yazdım mən. 3 vurulsun 1 eləyir 3. 3 vuranda 12'ye eləyir 2 vur 3 6. 3 vur 1 3. Dostlar, həmişəki kimi burada məxrəci eyniləşdirəndə 12-ni 3'ə vururuq deyə sürəti də 3'ə vurmalıyıq. Burada götürərəm, bunun da üstünə gələrəm. Burada sürət məxrəci 2'ye vurduğumuz üçün surəti də 2'ye vururam. Burada məxrəci 2'ye vuranda eləyir 36. Sürəti isə 2'ye vuranda eləyir 2. Burada üstə gələrəm. Üstə gələndə dostlar, buradan 2 üstə gəlir 5. Məxrəclər eyni qalır. Çünki dostlar bizdə məxrəci eyniləşdirdiyimiz üçün məxrəcə baxmırıq. Burada 36 da qalır. Cavab da 36 da 5 edir. Silirik. Yazdım. İndi isə çalışma 15 yazırıq. B-yə baxırıq. B-də isə misalı köçürdürük. 15'də 11.
15'də 11. Üstə gəlinsin. Burada çıxmalar da var. Çıxmalar da başa salacağım. 16'da 9. Burada isə məxrəci eyniləşdirəndə götürürük. Burada götürürük. 15'i vuraram 6'ya. 16'nı vuraram 5'e. Burada məxrəci eyniləşdiririk. Dediyim kimi aşağıdan yazırıq. Burada 15'i vuranda 6'ya eləyir 90. Məxrəcdə yazırıq. Üstə gələrim. 5'i vuranda 16'ya eləyir 90. Dediyim ki, məxrəci hansı bir ədədə vururuqsa, hansı ədəd olursa olsun, surətə də vururuq. Yaddan çıxartma. 11'i vuranda 6'ya, məxrəci 6'ya vurmuşduq. 66 edir. 66 biraz pis oldu. 9'u vuranda 5'e eləyir 45. Burada da hesablayırıq. 90. Rəqəm biraz böyük yazdım. 6'nı vuranda 5'e 11. 1 yazırıq. 1 yaddaşda. 6 üstə gəl 4. Eləyir 10. 1 yaddaşdaydı. 11. Burada gördüğünüz kimi düzgün olmayan kəsr alındı. Düzgün olmayan kəsr nədir? Burada məxrəc, yəni burada 90. Burada məxrəcdə biz hər zaman nə olursa olsun böyük ədəm olmalıdır. Sürətdə isə kiçik ədəd olmalıdır. Burada düzgün olmayan kəsir deyirlər. Əgər sürətdə böyük, yəni tərsinə olsa sürətdə böyük, məxrəcdə kiçik. Burada görürsüz kəsirə. Burada məxrəcdə böyük rəqəm yazıbdır. Sürətdə isə kiçik rəqəm yazıbdır. Yəni məsələn üçün burada böyük bir insan olsa, üstünə kiçik bir insan, yəni insan mənasında da otursa burada dayanıqlı olaraq. Amma ki burada da həmçinin. Amma ki burada 90'da 111 alınıbdır. Yəni kiçik adamın üstüne büyük adam otursa, yani burada axı orada kiçiyin beyni qırılar, ona görə də yəni mən belə bir mənada başa saldım. Yəni hər zaman nə olursa olsun məxrəcdə böyük ədəd, sürətdə isə kiçik ədəd lazımdır. Ona görə də mən götürərəm bunu, tam kəsrə çevirərəm. Necə? 90'ı olduğu kimi yazaram. Burada da ki 111'den çıxaram 90. Yəni tama 1 yazıram. Burada tamlı kəsirlər də var. Görürsüz E'də tam kəsirdir. 1 tam 90'dır. Burada 111'den 90 çıxaram. 111 çıxılsın 90. 1'den 0 1. 11'den 9 çıxanda eləyir cavab 2. 21. Cevap alındı. 1 tam 90'da 21. Bu kadar asandır. Aha, siz uşaqlar. Burada dediğim kimi cevap 1 tam 90'da 21 alındı. Dediğim. Silirik. İndi isə burada yazırıq. 22 tam 22'de 1 çıxılsın 30'da 1. Cevap. Oldu. Tezeden yazırıq. 22'de 11 çıxılsın 33'de 1. Burada bir normalıydı. Saçı 11 yazdım. 22'de 1 çıxılsın 33'de 1. Bərabərdir. Burada məxrəci eyniləşdirmək üçün hər zaman məxrəci eyniləşdiririk. 3'e vururuq, 33 isə 2'ye vurur, 2'ye vurur. Bu arada dostlar, nəyi başa düşmədiniz, hansı məqamı anlamadınız, hansı səhifəni başa salmağımı istəyirsinizsə, yorumlarda yaza bilərsiniz. Bu arada dostlar, mən
3 fəndən keçəcəm dərsləri. Gördüyünüz kimi bir riyaziyyat, bir təbiət, bir də ki ana dili. Ana dilindən iş dəftərini də keçəcəm sizə. Riyaziyyatdan da iş dəftərini keçəcəm. Hələ ki kitab keçirəm, amma ki iş dəftərini də keçəcəm sizə. İndi isə götürürük burada 22-ni vuranda 3-ə bərabərdir. Qoymalıyım. 22-ni vuranda 3 eləyir 66. 3-ü vuranda 1-ə gördüyünüz kimi burada 3 yazmış. 3 vuranda 1-ə eləyir 3. Çıxanda qarışmasın deyə beləcə xətt çəkirəm. Yəni siz xətt çəkməyin, mən qarışmasın deyə çəkdim. Çünki məncə riyaziyyatdamalar deyil. 2-ni vuranda 33-ə eləyir 66. Yenə də 66 ilə gördüyünüz kimi məxrəclər eyniləşdi. 2-ni vuranda 1-ə eləyir 2. Burada 3-dən 2 çıxanda eləyir 1. 66-da olduğu kimi qalır. Cavab eləyir 66-da 1. Gördüyünüz kimi. İndi isə D var. D variantında isə 40 yenə də misalı köçürürük. 40-da 7 çıxılsın. 80-də 5. 80-də 5 bərabərdir. Burada 40-ı vuraram 2-yə. 80-də 5-i isə olduğu kimi saxlayaram. Çünki burada yəni nə olursa olsun burada məxrəci çox da böyük yazmağa, yəni böyük ədəd yazmağa ehtiyac yoxdur. Orada yəni böyük rəqəm alınır. Sonra da ki siz KSG-də yəni onu keçəndə böyük rəqəmi yəni artıq keçə bilmir. Yəni orada variantda səhv alınacaq. Yəni səhv götürəcək müəllimlər. Yəni burada məxrəci nə olursa olsun həmişə də eyniləşdirəndə kiçik rəqəmlə getməliyik. Yəni kiçik rəqəm alınmırsa, məsələn burada 2 alınmasaydı mən 3 yazardım. 3 alınmasa 4 yazardım burada. Yəni həmişə də kiçik rəqəmlə getmək lazımdır. Ta demirəm sürəti böyük yazın, məxrəci kiçik yazın. O mənada yox. Yəni ki eyniləşdirəndə kiçik rəqəmə yəni eyniləşdirəndə həmişə də məsələn üçün burada mən götürərdim. Burada 80 yazmazdım. Burada məsələn üçün 160 yazardım. Sürətdə də ki 160-dan kiçik bir rəqəm yazardım. Orada müəllimlər kesinlikle səhv götürəcək. Və yaxud da ki ev tapşırığınızda səhv götürəcək. Ona görə də 80 yazmalıyım. Yəni kiçik rəqəm 80-dir. Ən azı 80 yazmalıyım. Bərabər qoyub yazıram. 2-ni vuranda 7-yə 14. 40-ı vuranda 2-yə 80. Uşaqlar, bu arada kesiklilərdən mən sizə göstərəcəm. Yəni burada həllərinin zadı kesiklər də göstərəcəm mən sizə. Cavablarını belə başa salaraq göstərəcəm. Əgər ki o videoların da gəlməsini istəyirsinizsə, abunə olub like atmağı unutmayın. Burada 14-dən çıxaram 5 eləyər 9. 80 yəni məxrəc olduğu kimi qalır. 80 cavab deyir 80'də 9. Bu qədər asan. Şimdi öncəsi burada D var. Aha. D variantında da həmçini burada köçürürəm. 40'da 7, yəni misal köçürürəm. 40'da 7 çıxılsın. D variantı 40'da 7 sıxsın 80'də 5. İndi isə burada dəqiqə. Uşaqlar üzrlü sayın D variantını yazmışdıq. Düzdür yazıram. E variantını yazırıq. E variantı. Burada köçürək. 2 tam 52'də 1. Burada başa salacağım bir məqam var sizə. 2 tam 52'də 1. İndi başa salacağım o məqamı. Köçürdükdən sonra o məqamı başa salacağım. Burada tamlı kəsirdi ona görə. İşte 1. Başa salacağım məqam budur.
Yaxşı çəkməmişdim. Burada başa salacağım məqam budur. Burada gördüyünüz kimi tamlı kəsirdir. Yəni iki tamı var. Yəni burada tamı var ona görə. Tamı olanda burada üstəgələklərdə yazmışım. Burada üstəgələklərdə tamlı olanda, yəni üstəgəlmək olar da tamı heç nə eləmirik, üstə gəlirik. Cavabın yanından da ki 2 tamı yazırıq. Amma çıxmaya gələndə burada F-də gördüyünüz kimi çıxmadı. Çıxmaya gələndə isə götürürük tamlı kəsri, düzgün olmayana çeviririk. Sonra isə cavabı aldıktan sonra isə tamlı kəsri çeviririk. Çünki biz burada şey eləməsək, düzgün olmayana çevirməsək çıxmada orada yəni sürətli çıxmaq olmayacaq. Burada görürsüz 4, yəni 21 tam 24-də 4, 27-də 4 çıxılsın. 45-də 11 yazdım. Amma ki, yəni biz götürsək burada şey eləməsək, çevirməsək düzgün olmayan kəsri. Bizdə 4-dən 11 çıxmaq olmur axı. Ona görə də çıxa bilmərik. Burada üstü gəlmədə isə yazılıbdır 2 tam 52-də 1. Burada məncə 2 tam 52-də 1-yə çıxmaq olur. Ona görə də 2 tam 52-də 1-i düzgün olmayan kəsrə çevirmirik. Həmişə də üstü gəlmədə düzgün olmayan kəsrə çevirməməliyik. Amma nə etməliyik? Da məxrəcləri çıxmadı isə məxrəcləri yenə də biz eyniləşdirsək, sürəti də yenə də çıxmaq olmayacaq. Ona görə. Amma üstə gəlmədə çıxmaq olur. Ona görə də mən götürərəm. Burada məxrəzi eyniləşdirərəm. Burada 2 tama baxmıram. Yəni baxmayın 2 tama. Yaxşı, 2 tama baxmayın. Yəni siz dəftərinizdə belə etməyin dəftərinizi. Mən sadəcə olaraq özüm yəni belə elədim. Yəni siz dəftərinizdə belə etməyin. Bu cürlə məqamlar çizməyin. Yəni səlqəsiz yazmayın. Siz səlqəlicə burada E-ni köçürün. Mənim kimi belə xəttlər çəkməyin. Mən sizə başa salmaq üçün bu xəttləri çəkdim. Burada isə götürürük. İndi isə burada köçürdük. Yəni burada E variantını köçürdük. Gördüyünüz kimi E variantını köçürdük. İndi isə burada götürürük biz. Burada 2-yə baxmırıq. 2 var. Tama baxmırıq. Nə olursa olsun. Tama baxmırıq. İndi isə üstünə xətt çəkim. Siz çəkməyin. Yəni. Mən özüm belə çəkdim. İndi isə 52 ilə 65-i ortaq məxrəcə gətiririk. Gətirək ortaq məxrəcə. Ortaq məxrəcə gətiririk. İndi uşaqlar biz G variantını keçdik. G variantında isə 10-da 3. Burada 3 dənəlidir. Üstə gəlsin. 20-də 7. Burada üstə gəlirik. Sonra 40-da 9. Üstə gəlsin. 40-da 9. Beraber. Uşaqlar, burada qorxulası bir şey yoxdur. Burada görürsünüz ki 3 dənəlidir. Yəni qorxulası bir şey yoxdur ki, mən nə bilim yazmayacağam, belə eləyəcəm, yaza bilməyəcəm. Yəni burada 2 dənəli də olsa, yəni belə 2 dənəli də olsa asandır. 3 dənəli də olsa asandır. Burada götürərəm. Yəni eyni məxrəci gətirərəm. Həmçinin yəni 2 dənəli üstə gəlmədə kimi eyni məxrəci gətirərəm burada. 40-a.
məxrəcin, yəni ortaq məxrəcimiz 40-dır. Ortaq məxrəc nəyə deyilir? Yəni ki, burada eyni olan məxrəci deyilir. Yəni burada da eyni rəqəm olsun, burada da eyni rəqəm olsun, burada da eyni rəqəm olsun. Yəni burada yazmaqdan çəkinməyin. Burada yazmalıyıq. Burada bunu təzədən köçürüb, yəni amma ki ortaq məxrəci gətirərək yazırıq. Yəni məxrəcləri eyni olaraq yazırıq. Götürərəm markeri. Bu 10'u vuraram 4'ə. 20'ni vuraram 2'yə. 40'ı da vuraram heç. Yəni 40 olduğu kimi qalar. 4 vur 3 12. Sürətimiz 12'dir. 4 vuram 40. Üstə gəlsin. 20'ni vuraram 2'yə 40. 2'ni vuraram 7'yə 14. Üstə gələrəm. Üstə gələrəm. Burada 40'da 9 olduğu kimi qalmışdı. 40'da 9 bərabərdir. Burada uşaqlar 14'ü yazdığımız üçün birazdan omeganı beləcinə pozub götürəcəm. Onu da şey eləyəcəm, qaralama kimi. 14 bizə lazım deyil. Onsuz da mən 14'ü yazmışdım. Yəni başa salmışdım. İndi isə burada alınır cavab 40. Yəni məxrəclər olduğu kimi qalır. Biz məxrəcə baxmırıq. Sürəti isə toplayırıq. Toplayırıq burada sürət. 12 üstə gəl 4 eləyir 26. 26 üstə gəlməsin 9 eləyir 35. 35. Bu kadar asandır. Yazdık. İndi isə pozuruq. Buradan qaralama edirik. Yəni 14 bizə lazım deyil. Ona görə də buranı da qaralama edirik. İndi isə yazacağıq. Gördüyünüz kimi dostlar 14-cü çalışmamda sizin oranda qaralama elədim. Aha. Biz qalmışdıq çalışma H-də. H-ni yazırıq indi isə. H-ni yazırıq. Aha. H. 42'də 5. 42'də 5. Çıxılsın. 28'də 1. 28'də 1. Çıxılsın 70'də 3. 70'də 3 bərabərdir. Götürərəm. Yazaram burada. Ortaq məxrəci gətirirəm. Burada gördüyünüz kimi böyük rəqəm. Burada böyük rəqəmlər veriləndə mən götürərəm. Bunlara əbob taparam. 42 əbob taparam. 42'ni sadə vurğulara ayıraram. Biz dərslərimizdə keçmişdik. 2 2'ni böləndə 1 2 vur 1 2 2 vur 2'də 4 21 3 7 7 1 28 2 2 2 1 2 6 2 sərgəli şəkildə yazaq. Uşaqlar, mən yuxarıdan sərgəli şəkildə yazdım. İndi isə burada ortaqları götürürük. 2 2 2. İndi isə başqa ortaq olanlardan 7 7 7. İndi isə bir-birinə vururuq. 2 vurulsun 7 eləyir 14. Burada üzülürsən əqab götürür. 3 2 5. 3'den 2 5'lik. Burada 3 vur 2 6 6 vur 5 30. 30'a vuranda bunu eləyir. 4 vur 3 12 2 yazarıq bir yaxda. 3 vur 1 3 4 420. Burada deməli ki ortaq məxrəc 420 oldu. Aha.
İndi isə əvvəlki misalımıza qaydırıq. Dostlar, burada əvvəlki misalımızı qaydırıq deyəndə, yəni ki, yazdığımız misalı qaydırıq. Burada ortaq məxrəc 420 olmuşdu. Burada 420-ni bölürük buradakı məxrəclərə. 420 biraz uzundur, amma ki asandır. 420 bölünsün 42. Eləyir 10. 420 bölünsün 28. 28'i böləndə eləyir. Burada eləyir. Burada 28'de var içində bir dəfə. 28 3'dən 2 1 12'dən 8 çıxanda eləyir 4 14. Buradakı 140'da